Salam hörmətli şagirdlər. Bu gün sizə izah eləmək istədiyim mövzulardan biri atom dərsinə aid bir-iki misalın izahına baxaraq sadədən mürəkkəbə doğru gedək. Elə birinci misal gördüyünüz kimi olsun 11-ci misal. 11-ci misalda iki dənə məsələ var ki, şagird bu iki dənə məsələdə diqqətli olmalıdır. Birinci məsələ odur ki, şüalanmaq sözü var burada. Şüalanma sözü var. Yəni yuxarı gedən oxlara şagird fikir verməməlidir. Ona görə cavab 2, 3 və 5 ola bilməz. Deməli biz ən gözəl 1 ilə 4 arasında qaldıq. Sonra gəldik, baxdıq izahımıza. Bizim bildiyimiz məşhur Einstein düsturu var ki, mc kvadratı düsturu. Həmin düsturdan görürük ki, kütləm y-dən düz asılıdır. Eyni zamanda h-nü bərabərdir, mc kvadratı da yaza bilərəm. Salam hörmətli şagirdlər. Bugün də izah eləmək istədiyim mövzulardan biri gördüyünüz kimi qəbul edicidə dalğaların köklənməsi, hamarlanması bu kimi məsələlərdir. Ümumiyyətlə radio qəbul edici sxematikinin təsvirinə baxacağıq bugün. Eyni zamanda da 47 nömrəli məsələnin izahıyla tanış olacaq. Deməli radio qəbul edicidə birinci biz bu işarələrin hamısını tanımalıyıq. Burada bir, bu antenadır. Gördüyünüz kimi bu antenadır. Buna deyirlər ki, qəbul edicidir. Yəni şüalar qəbul olunur. Rəqslər, tezliklər nədirsə artıq qəbul olunur. 2-də bu rəqslər köklənir. Bax, 2-də köklənir. Yəni bunun adı rəqs konturudur. Şagirdlər yadında saxlasınlar ki, kökləmək sözü olanda söhbət rəqs konturundan gedir. D yazıldı. Salam hörmətli şagirdlər. Bugün sizə izah eləmək istədiyim mövzulardan biri atom dərsinə aid bir-iki misalın izahına baxaraq sadədən mürəkkəbə doğru gedək. Elə birinci misal gördüyünüz kimi olsun 11-ci misal. 11-ci misalda iki dənə məsələ var ki, şagird bu iki dənə məsələdə diqqətli olmalıdır. Birinci məsələ odur ki, şüalanmaq sözü var burada. Şüalanma sözü var. Yəni yuxarı gedən oxlara şagird fikir verməməlidir. Ona görə cavab 2, 3 və 5 ola bilməz. Deməli biz ən gözəl 1 ilə 4 arasında qaldıq. Sonra gəldik, baxdıq izahımıza. Bizim bildiyimiz məşhur Einstein düsturu var ki, mc kvadratı düsturu. Həmin düsturdan görürük ki, kütləm y-dən düz asılıdır. Eyni zamanda h-nü bərabərdir, mc kvadratı da yaza bilərəm.